ki bu dünya, benim olsa ne olar ki, dağılmaz ki bu dünya. Azərbaycan kinosu öz dərinliyi və zənginliyi ilə kinematografiyamızın ən qiymətli incilərindən biridir. Bir çox filmlər yalnız ekranlarda qalmır, eyni zamanda xalqın ruhunu və sosial reallığını əks etdirərək uzun illər boyu yaddaşlarda silinməz izlər buraxır. Bəxt Üzüyü filmi də məhz belə ekran əsərlərindən biridir. Bu film yalnız bir üzüyün itirilməsi haqqında deyil, həm də ailə-daxili münasibətlər, xarici görkəmin arxasında gizlənən daxili aləm və insanın özünü tapmaq yolundakı mübarizə mövzularını dərindən araşdırır. Komşular! Komşular! Hey! Yoktular, ölüblər. Bir ben kalmışam, bir de taş yazar. Salam Hasar müəllim, gözlerin aydın olsun. Hakkın en sadık kulu bugün öldürdü özünü. Boğdu özünü deryada. Düzenmedi, haksızlık hep yalıya düzenmedi. Bu soyuluğa düzenmedi. Derdini demeye adam tapmadı. İçini yiye öldü. Taşkentli insanları neylerdin ilahi? İnsanlar öldürdü onu. İnsanlar arasındaki serhatlar öldürdü onu. Bu taşşasır öldürdü onu. Sen öldürdün onu. Azərbaycan kinosunun sevilən komediyalarından biri olan Bəxt Üzüyü 1991-ci ildə çəkilib. Filmin rejissoru Ramiz Əzbəyli olmuşdur. Film Vaqif Səmədoğlu'nun eyni adlı piyasa əsasında çəkilib. Komediya janrında olsa da, burada ciddi sosial və psixoloji məqamlara toxunur. Filmdə Saranın üzüyünün itməsi təşviş yaradır. Bu hadisə ailə üzvləri, qonşular arasında münasibətlərin gərginləşməsinə, hər kəsin iç dünyasında gizli duyğularının üzə çıxmasına səbəb olur. Filmdəki hadisələr bir neçə ailənin gündəlik həyatını əks etdirsə də, əslində daha geniş cəmiyyətin içindəki insan münasibətlərini göstərir. Hər bir obraz özünə uyğun xüsusiyyətləri ilə diqqət çəkir. Moşu obrazı həm gülüş doğurur, həm də cəmiyyətə yönəlik incə tənqidlərə səbəb olur. O özünü xalq şairi kimi təqdim edir. Hüseynini isə sonda dedikləri bizlərə təsir edir. O bildirir ki, kimləri itirmir ki, kimisi ağlını, kimisi bəxtini. Hüseyn burada insanların bir-birinə qarşı laqeydliyini, mənəvi itkilərin artdığını bildirir. İtire gəlirik. Biri qeyrətini, namusunu itirir. Biri ağlını, biri də bəxtini. Kimlər itirmir axı? Kim itirmir ki bu dünyada? İtire gəlirik. Sonu gölümüz də ölüm. Bu qədər çirkaba dözmüyor olmur axı. Hüseyin, oğlum üzme özünü. Sen temiz adamsan. Əmr bəy dayı, sən bizim uğrumuzda ayaqlar bitirmisən. İtirmisən ki, mən rahat şəraitdə vurum özüm üçün. Rasim arxayın alverini eləsin. Moşu da gic şeylər yazsın. Xoşbəxtlik, saadət. Ömrü boyu xoşbəxtliyə qafiyə axtarıb. Moşu tapanmazsan. Mənim böyüdüyüm getdom söküb. Yerində saadət saray tikiblər. Hüseyin. Tanrı bəy dayı, mən bu ağacı böyüdəcəyəm. Bir adam ağrına dam getirsin. Sonra oradan özümü asacağım. Hüseyin.
Filmin bir hissəsində insanlar arasında biganəliyin, soyuqluğun artdığı da bildirilir. Hər bir obraz Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrini və insan xarakterlərini təmsil edir. Üzüyün itməsi bəxtin itirilməsi kimi dəyərləndirilir. Bəxt üzüyü təkcə bir komediya deyil, o insan münasibətlərinə, ailə bağlarına əsaslanır. Bu film Azərbaycan klassiklərindən hər zaman seviləcək və yeni nəsillər üçün dəyərli bir ekran əsəri olaraq qalacaq. Azərbaycan kinosunun dəyəri hər kadrda, hər sətirdə gizlidir. Gəlin bu dəyərləri birgə yaşadaq. Kino dünyasında növbəti səyahətimizdə yenidən görüşmək ümidiyle. Həyat ömür bəd-yaman, heç açılmır asema. Üz döndərib yaradan, məndən səndən dünyada ayaman. Sevinç gedir ey insan, obadan torpaktan, od yok olur ocaktan. Senden benden dünyadan ayaman, ayaman. Göğe bir bak, yere bir bak, hayat güzel ay Allah. Bir gün sevinç bizim olar bizim bir sabah. Göğe bir bak, yere bir bak, hayat güzel ay Allah. Bir gün sevinç bizim olar